əziz şagirdlər. Bu videoda 2026-cı il 28 fevral tarixində Respublika Fen Olimpiadasının yarımfinal turuna düşmüş yuxarı yaş qrupu riyaziyyat suallarından həllinə baxacağıq. Sualların həllinə keçməmişdən və qeyd etmək istəyirəm ki, Respublika Fen Olimpiadalarının final turuna hazırlaşmaq istəyən şagirdlər 050 637 8065 nömrəsi ilə əlaqə saxlaya bilərlər. İndi isə gəlin sualların həllinə keçək. Deməli, birinci sualımız bizə bir tənlik verilibdir. X kvadrat plus 1 bölünsün x kvadratın qiymətini istəyirdi. Bu formada tənliyi həll etmək üçün baxın, bu ifadəyə bir t deyirik. Onda bizim tənliyimiz t kvadrat bərabərdir 6t çıxılsın 9 formasına düşür. Bu da t kvadrat çıxılsın 6t, üstə gəlinsin 9, yəni t çıxılsın 3-ün kvadratına bərabərdir. Hansı ki 0 olmalıdır. Düzdürmü? Buradan da t bərabərdir 3 əldə edərik. T'miz 3-ə bərabərdir. İndi bizim t'miz nə idi? X üstə gəlinsin 1 bölünsün x idi. Buna biz bir t demişdik. Hansı ki bu 3-ə bərabər olmalıdır. Onda hər iki tərəf kvadrata yüksəlsək, x kvadrat üstə gəlinsin 1 bölünsün x kvadrat, üstə gəlinsin 2 bərabər olacaq 9-a. Niyə 2 alındı? Çünki 2 vurulsun bu ikisinin hasili. Buradan da x kvadrat plus 1 bölünsün x kvadrat bizə 7 qiymətini verər. Cavabımız C-bəndi. İkinci sualımız. Deməli, yenə də bizə bir fx funksiyası verilibdir. f1, f2, f2026-nın qiymətini istəyibdir bizdən. Deməli, biz fx funksiyasına, yəni dəyərinə baxsaq, əlimizdəki kəsrin məxrəcinə əslində biz hasil şəklində yaza bilərik. Yəni, məxrəcdəki ifadə əslində x plus 5 vurulsun, x plus 4-ə bərabərdir. Hansı ki uşaqlar? Aşağıdakı iki vurğun fərqi yuxarıdakı, yəni məxrəcdəki iki vurğun fərqi sürətdədir deyə x plus 5 çıxılsın x plus 4 1-ə bərabərdir deyə mən bunu 1 bölünsün x plus 4 çıxılsın 1 bölünsün x plus 5 şəklində yaza bilərəm. Onda f1-in əvəzinə 1 bölünsün, baxın, buradakı qiyməti qoysam, x-in əvəzinə 1 qoyduğumuzu fikirləşək, 1 böl 5 çıxılsın 1 böl 6. Üstə gəlinsin. Sonra x-in əvəzinə 2 qoysam, 1 böl 6 çıxılsın 1 böl 7. Bu şəkildə davam eləsək, uşaqlar, bizdə 1 bölünsün 2030, düzdürmü? Çıxılsın 1 bölünsün 2031 əldə etmiş olacaq və bu ifadələr hamısı bir-birini islaha aparar, birinci və sonuncu ifadə qalar. Hansı ki bu fərqdə 2026 bölünsün 10.155-ə bərabərdir. Cavabımız A bəndi. Üçüncü sualımız da sadə bir sualdır. Bizə modul daxilindəki ifadənin sadələşdirilməsini deyib. Deməli uşaqlar, ilk öncə mən baxıram ki, baxın bu ifadə a plus 1. Mənfi 1, a və 1 deyə, a-mız mənfi 1 və 1 aralığındadır deyə, hər iki tərəfə 1 əlavə etsəm, onda 0, 2 bərabərliyi əldə etmiş olaram. Gördüyünüz kimi uşaqlar, baxın, a plus 1-imiz nə oldu? Müsbət oldu. Onda deməli modulun daxilindən özü çıxacaq. 2a plus 1 çıxılsın a plus 1 olacaq. Yəni bu ifadə gəlib düşəcək bu hala. Və bu da bərabərdir a çıxılsın 1-ə. Düzdürmü? İndi isə a çıxılsın 1-in hansı aralıqda olduğuna baxaq. Bu ifadənin hər tərəfindən 1 çıxsam, onda mənfi 2, a çıx 1, 0 əldə etmiş olaram. Bu isə mənfi ifadədir. Yəni, modulun daxilindən əksi çıxacaq. Onda bu ifadə ümumilikdə bunun
əksi olacaq. Yəni 1 çıxılsın A-ya bərabər olacaq. Eyni qayda ilə bunun hər iki tərəfinə, hər bir tərəfinə 2 əlavə etsəm 1 A plus 2 3 əldə etmiş olaram. Və gördüyünüz kimi bu ifadə 1-dən böyükdür, yəni 0-dan böyükdür deyə moduldan özü çıxacaq. Yəni 2 üstə gəlinsin A olacaq. Bunu da toplasaq bizə 3 verər. Cavabımız D-dir. Dördüncü sualımız deməli bizə A plus B cəmini veribdir. A kvadrat plus B kvadrat cəmini veribdir. A kub plus B kubun qiymətini istəyir. Deməli, birinci biz bu iki bərabərlikdən AB hasilini tapa bilərik. Yəni 2AB bərabərdir nəyə? A plus B-nin kvadratı çıxılsın A kvadrat çıxılsın B kvadrat. Düzümü? Bu da 14'dür. AB'miz 7'dir. Onda A kub plus B kub A'sı yazsam A kub üstə gəlinsin B kub bərabərdir. A plus B vurulsun A kvadrat çıxılsın AB plus B kvadrat. Hansı ki mən bunu A plus B vurulsun. Bu ifadəni uşaqlar biz A üstə gəlinsin B-nin kvadratı çıxılsın 3AB şəklində yaza bilərik. Düzüm. Bu formada yazsaq bunun qiyməti 5'dir. Bunun qiyməti də 5'dir. Bunun qiyməti də 7'dir. Yəni bu fərq bizə 4 verər, bu da 5'dir. Hasil bizə 20 vermiş olacaq. Cavabımız B-dir. 5-ci suala baxırıq. Bu da çox sadə bir sualdır. Deməli, A-mız tam ədəd olmaq şərti ilə aşağıdakı ifadələrdən deyib ki, hansı həmişə cüt ədəddir. Yəni uşaqlar, həqiqətən bunu görmək çox sadədir, amma imtahan müddətində ola bilsin ki, görmədiniz birbaşa. Yəni bunu A vurulsun A plus 1 yazanda 2 dənə ardıcıl ədədin hasili 2 ardıcıl ədəddən biri cüt olmalıdır. Beləliklə 2 ardıcıl ədədin hasili nə olacaq? 2-yə bölünmüş olacaq. Yəni imtahanda görə bilərsiniz ki, məsələn, A-nın əvəzinə 6 qoyanda bu cüt deyil. Deməli A getdi. Sonra yenə də A-nın əvəzinə 6 qoyanda bu cüt deyil. Məsələn deyirəm. Sonra A-nın əvəzinə yenə də 6 qoysaz bu cüt deyil. A-nın əvəzinə 5 qoysaz bu cüt deyil. Amma C-miz, yəni A kvadrat plus A ədədimiz həmişə cüt ədəddir. Yəni cavabımız C bəndi olmuş olacaq. İndi 6-cı suala baxırıq. 6-cı sualda sadə bir sualdır. Bunu çarpaz vurmaq lazımdır. 91x çıxılsın 91y bərabərdir. 21x üstə gəlinsin 21y. Buradan da 70x bərabərdir. 117. Daha doğrusu 112. Düzdürmü? 112y əldə etmiş olarıq. Hər iki tərəfi də deməli neçəyə bölürük? 14'ə bölə bilərik məncə. 14'ə bölsək 5x bərabərdir. Bu ifadəni də 14'ə böldükdə bizə 8y vermiş olacaq. İndi isə əgər x-dan y qarşılıqlı sadədirsə, onda nə olmalıdır? X-ımız 8, y-imiz isə 5 olmalıdır. Çünki x-la y qarşılıqlı sadədir. Belə də fikirləşə bilərsiniz. X-in y olan nisbəti nə olmuş olacaq? Olacaq 8-in 5 olan nisbəti. Uşaqlar, baxın, bu kəsir də saf formadadır. Saf dediyim nədir? Yəni, ixtisar olunmuş formadadır. Bu kəsir də ixtisar olunmuş formadadır. Əgər 2 dənə ixtisar olunmuş formada kəsir bir-birinə bərabərdirsə, onda bunların sürətləri təbii ki, deməli 2 dənə tam ədədin nisbətindən söhbət gedir. 2 dənə natural ədədin nisbətindən. Əgər ikisi də əgər ixtisar olunmuş formadadırsa, sonra bunların məxrəcləri və sürətləri bir-birinə bərabər olmalıdır. Beləliklə x-ı 8 əldə etmiş olarıq. 7-ci sualımız A ilə C ədədlərinin ədəd ortası B-dir. Uşaqlar, A və C-nin ədəd ortası B-dir. Bu nə deməkdir? A plus C bölünsün 2 bərabərdir B.
A plus C bərabərdir 2B. Düzdürmü? Onda A plus B plus C bərabərdir 3B. Hansı ki bu da bərabərdir 6. B bərabərdir 2. Onda A kub plus B kub, yəni 2-nin kubu 8 plus C kub bərabərdir 48. A kub plus C kub bərabərdir 48. Bəs A plus C'miz nədir? Bu 2 olduğundan A plus C'miz 4'dür. Düzdürmü? Buradan A kvadrat çıxılsın AB plus B kvadrat bərabərdir 12 əldə edilər. Düzdürmü? Bunu 2 kubun, daha doğrusu 2 kubun cəmini AC kimi yazdım. Və bu ifadəni də yazıram. Deməli, bu C olmalıdır uşaqlar. Təbii ki də C'dir bu. Bunu yazıram. A plus C'nin kvadratı çıxılsın 2AC. Bu da 16'dır. 16 çıxılsın 2AC 12-dirsə, 2AC'miz 4'dür. AC'miz də 2'dir. AC 2. Bəs bizdən nə istəmişdi? Bizdən A və C-nin həndəsi ortasını istəyib. Uşaqlar, ədədi orta deyəndə nə edirik? Ədədləri toplayıb sayına bölürük. Həndəsi orta dedikdə ədədləri bir-birinə vurub sayının kökünün altına salırıq. Yəni, məsələn, n dənə ədədin həndəsi ortası x1-dir, x2-dir, xn dənə. N dənə ədəddirsə, bunun həndəsi ortası olacaq. Bunların hasili kökün altında n-ci dərəcədə. Bunların ədəd ortası da bilirsiniz ki, cəmi bölünsün sayıdır. İndi bizdə də 2 dənə ədəd var deyə A-nı C-yə vurub ikinci dərəcədən kökün altına salacağım. Yəni, mənə lazım olan ifadə budur. AC asilimiz də 2-dir deyə cavabımız kök altda 2 olacaq. Cavabımız C-dir. Deməli, bir məntəqədən eyni zamanda eyni istiqamətdə 2 avtomobil yola düşür. Düzdür. Bu bizim məntəqəmizdir. 2 avtomobil yola düşəcək. Birinci avtomobilin sürəti 40 km/saatdır. İkinci avtomobilin sürəti isə birincinin sürətinin 25% çoxdur. 25% çoxdur. Yəni, birinci avtomobilin 2 avtomobil var. Birinci avtomobilin sürəti 40'dır. İkinci avtomobilin sürəti isə 40 üstə gəlinsin 40'ın 25%, yəni 50'dir. Düzdürmü? 30 dəqiqədən sonra həmin məntəqədən həmin istiqamətdə 3-cü avtomobil yola düşdü. Uşaqlar, 30 dəqiqədən sonra bu avtomobillər harda olacaq? Tutalım ki, burada olacaq. Bax, birinci avtomobil budur. Birinci avtomobil olacaq 20 kilometr uzaqlıqda. Birinci avtomobildir. 20 kilometr. İkinci avtomobil olacaq 25 kilometr uzaqlıqda. Yəni, birinci və ikinci arasındakı məsafə olacaq 5 kilometr. Deməli, bunları qeyd edək qalsın. İndi, birinci avtomobili, üçüncü avtomobil yola düşür. Düzdürmü? Bax, bu stasiyadan sonra üçüncü avtomobil yola düşəcək. Birinci avtomobili ötüb keçdikdən 1.5 saat sonra ikinci avtomobili də ötüb keçir. Tutalım ki, birinci avtomobili x saat sonra keçsin. Düzdürmü? Birinci avtomobili x saat sonra keçəcək və üçüncü avtomobilin sürəti olsun v. Düzdürmü? Gəlib birinci avtomobili x saat sonra keçəcək. Bu o deməkdir ki, əgər bu başlanğıcdan v sürəti ilə başlayıb x saat sonra gəlib bunu keçirsə, həmin o keçdiyi nöqtə başlanğıcdan vx qədər uzaqlıqda olacaq. Düzdürmü? Sürət vurulsun zaman gedilən yola bərabərdir. Bu bərabər olmalıdır nəyə? Birinci avtomobil onsuz da 20 km qabaqdaydı. Düzdürmü? 20 üstə gəlinsin, x saat gedəcək. Hansı sürətlə? Birinci avtomobilin sürəti nədir? 40'dır.
Deməli, bizim birinci tənliyimiz belədir. İkinci tənliyimiz nədən ibarətdir? Deyilir ki, birinci avtomobili keçdikdən 1.5 saat sonra. Deməli, ikinci avtomobili x üstə gəlinsin 1.5 saata keçib. Düzdürmü? Onda v vurulsun. Bərabərdir. Vurulsun 50. Buradan da vx üstə gəlinsin 1.5x 1.5v 25 üstə gəlinsin. Deməli 50x üstə gəlinsin 75. Düzdürmü? 75. Deməli sonra isə vx-in əvəzinə 20 üstə gəlinsin 40x yazsaq 1.5v üstə gəlinsin 20 üstə gəlinsin 40x. Deməli, bu iki bərabərlikdən 1.5 v bərabər olacaq 80 üstə gəlinsin 10x-a. Düzdürmü? Sonra isə bunun hər iki tərəfini x-a vursan 1.5 vx bərabərdir 80x üstə gəlinsin 10x kvadrat. Və bu ifadəni də hər iki tərəfin 1.5-ə vursam, həmçinin əldə edəcəm ki, 1.5 vx bərabərdir 30 üstə gəlinsin 60x. İndi isə bu iki ifadələri bir-birinə bərabərləşdirsəm, onda deməli, hansı tənliyi əldə edəcəm? Əldə edəcəm ki, 10x kvadrat üstə gəlinsin 20x sıxılsın 30 bərabərdir 0. Yəni, x kvadrat plus 2x sıxılsın 3 bərabərdir 0. Buradan da uşaqlar, x-i 1 əldə edə bilərik. Bax, bu tənlikdən. Deməli, x-imiz 1-dir. X-in əvəzinə burada 1 yazsam, v-imiz 60-a bərabər olmuş olacaq. Deməli, v-imiz 60-dır. Cavabımız A bəndi. 9-cu suala baxırıq. Bizə deyilib ki, a kvadrat plus b kvadrat plus c kvadrat bərabərdir 1 olarsa, a plus b plus c cəminin ən böyük qiymətini tapın. Uşaqlar, məşhur bir bərabərsizliyimiz var. Yadınıza qalsın. Həmişə a kvadrat plus b kvadrat plus c kvadrat böyük bərabərdir 3də 1 a plus b plus c-nin kvadratına. Bunu isbat etmək sadədir. Necə isbat etmək olar? A kvadrat plus b kvadrat müsbət həqiqət ədədlərdir deyə mən ədəd ortəndəsi ortadan deyə bilərəm ki, bu böyük bərabərdir 2ab-dən və ya a çıxılsın b-nin kvadratı böyük bərabərdir 0-dır deyə bu şərt ödənir və ya ədəd ortəndəsi ortadan da baxa bilərsiniz. Sonra b kvadrat plus c kvadrat böyük bərabərdir 2b-si eyni qayda ilə a kvadrat plus c kvadrat böyük bərabərdir 2ac. Tərəf-tərəfə toplasaz a kvadrat plus b kvadrat plus c kvadrat böyük bərabərdir ab, ac, bc cəmi. Düzdürmü? İndi isə a plus b plus c-nin kvadratını açıram. Bu olacaq. A kvadrat plus b kvadrat plus c kvadrat üstə gəlinsin 2 dənə ab, ac, bc. İndi isə uşaqlar, mən bilirəm ki, bu ifadə bundan kiçik bərabərdir. Onda 2 dənəsinin əvəzinə də bunu yazsam, onda 3 dənə məndə alınacaq. Bu kiçik bərabərdir alınacaq. 3 dənə a kvadrat, b kvadrat, c kvadrat vur 3. Düzdürmü? Neysə, hər iki tərəfi də 3-ə böləndən sonra dediyim bax bu bərabərsizliyi əldə etmiş olacaqsınız. İndi isə bizim sualda da 1 böyük bərabərdir 3də 1 vurulsun a plus b plus c-nin kvadratından. Hər iki tərəfi 3-ə vursam a plus b plus c-nin kvadratı. Buradan da a plus b plus c kiçik bərabərdir kök altı 3. Ən böyük qiyməti kök altı 3-dür. Növbəti sualımız 10-cu sual. Deməli, bizə deyilib ki, ABC bucağı 90 dərəcədir. Düzdürmü? 90 dərəcə.
Sonra BD-miz 3-dür, CD-miz 5-dir. YD-miz kök altda 10-dur. AY ilə YS bir-birinə bərabər olarsa AB-ni tapın. Deməli uşaqlar, baxın burada da şagirdin elədiyi kimi Y nöqtəsindən bir orta xətt çəkirəm. Niyə orta xətt? Oturacağı paralel xətt çəksəm, onsuz da orta xətt olacaq. Niyə? Çünki oturacağı paraleldir və bir tərəfi yarı bölürsə, digər tərəfi də yarı bölür. Deməli bu toplamda 8-dir deyə 4 olmalıdır. Bura 3-dürsə, bura 1 qalır. Və həmçinin DY-miz 10-dur deyə, bax bu xətt, bura bir M nöqtəsi desəm, YM xətti nə olacaq? 3-ə bərabər olacaq Pifaqordan. YM xətti də AB xəttindən 2 dəfə kiçikdir. Niyə? Çünki orta xəttdir. Onda AB xəttimizin uzunluğu 6-ya bərabərdir. 11-ci sual. Bizə deyib ki, bu tənliyin neçə həlli var? Uşaqlar, suala baxan kimi bizim ağlımıza mod 4 gəlir. Yəni 4-də olan qalığa baxmalıyıq. Biz sol tərəfə baxsaq, sol tərəfin 4-də olan qalığı x kvadratdır. Düzdürmü? 8y həmişə 4-ə bölünür, 4z həmişə 4-ə bölünür. Sağ tərəfin 4-də olan qalığı isə 2-yə bərabərdir. 2, mod 4. Amma uşaqlar, nəyinsə kvadratın 4-ə böləndə qalıqda heç vaxt 2 qala bilməz. Hər hansısa bir ədədin kvadratın 4-ə böləndə qalıqda ya 1 qalar, ya da ki 0 qalar. Mod 4. Ona görə həlli yoxdur. 12-ci sual. Bu da məşhur sual tiplərindən biridir. Deməli, bizə deyib ki, bu ifadənin qiymətini tapın. Baxın uşaqlar. Bu ifadənin hər iki tərəfini, bax, mənə verilən bu ifadənin hər iki tərəfini, daha doğrusu sürət və məxrəcini z-ə vururam. Sürətdən alınacaq xz plus z bölünsün. Məxrəcdən alınır x, y, z hansı ki 1-ə bərabərdir. Üstə gəlinsin xz plus z. Üstə gəlinsin. Uşaqlar, bu ifadənin sürət və məxrəcini xz-ə vururam. xz. Yuxarıda deməli nə alınacaq? xz, y, yəni 1 üstə gəlinsin xz. Məxrəcdən alınacaq deməli x, y, z, z. Hansı ki bu 1-dir deyə bunun əvəzinə z yaza bilərəm. Bununla bunun hasili 1-dir. 1 ilə xz-in hasili xz. Üstə gəlinsin. Z üstə gəlinsin 1 bölünsün, xz üstə gəlinsin, z üstə gəlinsin 1. Bu da bizə nə verər? Bu da bizə toplasaq 2 üstə gəlinsin 2z üstə gəlinsin 2xz bölünsün xz üstə gəlinsin z üstə gəlinsin 1. Hansı ki bu da 2-yə bərabərdir. Cavabımız Deyvandır. 13-cü sualımız. Bizə bir üçbucaq verilibdir. Hər hansısa bir üçbucağımız var. A'dır, B'dir, C'dir. Düzdürmü? AB 2-dir. BC-miz 2 kök altda 2-dir. Düzdür. Deməli, BD mediandır. Medianını çəkdim. BD median. Düzdür. Bunlar ikisi bir-birinə bərabər. Mənə deyilib ki, CBD, baxın bura D nöqtəsidir. CBD bucağı 30 dərəcə olarsa, deməli ABC bucağını tapın. Yəni qısacası bu bucağı tapsaq, ABC bucağını da tapmış olacağıq. Deməli uşaqlar, mən bu sualı həll etməkdən ötürü bir orta xətt çəkirəm. Oturacağı paralel. Düzdürmü? İndi bu əgər orta xətdirsə, bunun yarısına bərabərdir. Kök altda 2-dir.
Düzdür? 2 kök altı 2-nin yarısı. Və orta xətti deyə yan tərəflərdə 1-1 böləcək. Yəni burada 1-dir, burada 1-dir. Bura M nöqtəsi desək, MB 1-dir. Düzdürmü? Sonra bura 30 dərəcədirsə, paraleldir deyə burada 30 dərəcədir. İndi isə sinuslar teoremini tətbiq edirəm. DMB üçbucağında sinuslar teoremini tətbiq etsək, 1-in sinus 30 olan nisbəti bərabərdir kök altda 2-nin sinus alfaya olan nisbəti. Buradan da sinus alfanı kök altda 2 bölü 2 taparam, hansı ki alfa 45'dir. Alfa 45 dərəcədirsə, onda ABC bucağı 75 dərəcə olacaq. 14-cü sual. Deməli uşaqlar, bu sualda da baxın, bizdə ifadə nədən ibarətdir? Gəlin ümumi ədlərə baxaq. 1 üstü 4 üstə gəlsin, 1 bölünsün 4'dür. Baxın, bunun üzərinə mən 1-in kvadratını gəlsən və 1-in kvadratını çıxsan. Baxın, bu ifadələr ümumiyyətlə məşhur ifadələrdir. 1-in kvadratını gəlib 1-in kvadratını çıxsam, əslində baxın, bu ifadə olacaq. Bu ifadə olacaq. Deməli, 1-in kvadratı üstə gəlsin 2-də 1-in kvadratı, çıxılsın 1-in kvadratı kimi yaza bilərik. Bu da olacaq. Çıxması 2-də 1-dir, üstə gəlməsi də 2 üstə gəlsin 2-də 1. Bunu bildik. İndi isə buna baxaq. 3 üstü 4. Düzdür? 3 üstü 4. 3 üstü 4 üstə gəlsin 4'də 1'in. Üzərinə mən gəlirəm 3'ün kvadratını və 3'ün kvadratını çıxıram. Uşaqlar, bu ifadəyə baxsaq, bu 3'ün kvadratının kvadratı, bu da 2'də 1'in kvadratıdır. Bu da əslində 3'ün kvadratı vurulsun 2'də 1 vurulsun 2'dir. Yəni 3'ün kvadratıdır. Onda bu ifadə olacaq. 3'ün kvadratı üstə gəlinsin 2'də 1'in kvadratı çıxılsın 3'dür. 3'ün kvadratıdır. Bu da olacaq. 3'ün kvadratı çıxılsın 3 plus 2'də 1 vurulsun 3'ün kvadratı plus 3 plus 2'də 1. İndi bir həttə də baxaq istəyirsiniz. Onda bizdə 5 üstü 4 üstə gəlsin 4'də 1 nəyə bərabər olacaq? Bunun üzərinə 5'in kvadratı gəlib 5'in kvadratı çıxsam, onda olacaq 5'in kvadratı çıxılsın 5 plus 2'də 1 5'in kvadratı plus 5 üstə gəlsin 2'də 1. Deməli, bu yazılış bizə aydın oldu. İndi isə gəlin, deməli, məxrəcdə də həmin proses olacaq da, bunların fərqi yoxdur. Həmin şeyi sürət və məxrəc üçün də yazsam, onda bizim ifadəmiz nəyə bərabər olacaq? Məsələn, gəlin 5'ə kimi yazaq. Sürəti 5'ə kimi yazsam, deməli, nə oldu? 1'in kvadratı çıx 1 plus 2'də 1 vurulsun 1'in kvadratı plus 1 plus 2'də 1. Sonra bu ifadə 3'ün kvadratı çıx 3 plus 2'də 1 vurulsun 3'ün kvadratı plus 3 plus 2'də 1. Sonra 5'in kvadratı çıx 5 plus 2'də 1 5'in kvadratı plus 5 plus 2'də 1. Düzdür? Məxrəcdən nə alınacaq? Məxrəcimizə də gəlin baxaq. Bu da bizim məxrəcimiz. Deməli, məxrəcdə bizdə olacaq 2'nin kvadratı çıx 2 plus 2'də 1 2'nin kvadratı plus 2 plus 2'də 1. Sonra 4'ün kvadratı çıx 4 plus 2'də 1 4'ün kvadratı plus 4 plus 2'də 1. 6'nın kvadratı çıx 6 plus 2'də 1 6'nın kvadratı plus 6 plus 2'də 1. İndi isə uşaqlar, məsələn,
bunun qiymətinə baxsaz, bunun qiyməti ilə bunun qiyməti bir-birinə bərabərdir. Doğrudan da bu da 2,5-dir, bu da 2,5-dir. İndi bu ikisinin qiymətinə baxsaz, bunun qiyməti ilə bunun qiyməti bir-birinə bərabərdir. Bu da 6,5-dir, bu da 6,5-dir. Sonra bunlar ikisi bərabərdir, bunlar ikisi bərabərdir, bunlar ikisi bərabərdir. Deməli bizdə nə qalır? Birinci və sonuncu. Birinci və sonuncu. Deməli bizdə yenə də birinci və sonuncu qalacaq. Birinci nə olacaq? Aydın məsələdir ki, birinci dəyişmir. Yəni 2-də 1 olacaq. Sürətdə 2-də 1-imiz var. Məxrəcdə isə sonuncumuz olacaq. 12-nin kvadratı üstə gəlinsin 12, üstə gəlinsin 2-də 1 olacaq. Sürət və məxrəci də 2-yə vursan 1 bölünsün. Deməli bu ifadənin də qiymətini hesablasaq, bizə 313 vermiş olacaq. Yəni cavabımız D bəndidir. 15-ci sualımız. Cavabımız D bəndidir. 15-ci sual. Deməli bizə bir ABC 3 bucağı var. Hansı ki bunun bir bucağı alfadır, digər bucağı 2 alfadır və bir tərəfi 17-dir, digər tərəfi də 33-dür. Bizə deyilib ki, SABC-ni tapın. Uşaqlar, SABC-ni tapmaq üçün mən nə edirəm? Baxıram ki, bir bucaq alfadır, digər bucaq 2 alfadır. Ona görə SB xəttini mən AB qədər uzadıram. Yəni mən burada bir A' nöqtəsi götürürəm. Hansı ki AB ilə A'B bir-birinə bərabərdir. Düzdürmü? Belə bir üçbucaq yaratsam, nə olacaq bizdə? Bura 2 alfadır deyə, bura qalacaq 180 çıxılsın 2 alfa və bu bucaqlar da bərabərdir, alfa olacaq. Alfa bura, alfa da bura. Bura kimi aydındır. İndi deməli, bura 17-dir deyə, burada 17-dir. İndi isə uşaqlar, baxın, A', C3 bucağı əslində bərabər yanlıdır. Çünki bunun bir bucağı da alfadır, digər bucağı da alfadır. Alfa bərabər yanlıdır. Və bunun oturacağı nədir? A', C'də hansı ki 50 olacaq və əgər A'-C'miz 50-dirsə, mən bərabər yanlı üst bucaqda hündürlüyü çəksəm, bu hündürlük həmçinin median olacaq və beləliklə bu M nöqtəsi həmçinin AC'nin orta nöqtəsi olacaq. Yəni burada 25-dir, digər tərəf də 25-dir. BC-miz ümumilikdə 33-dür. MC 25-dirsə, BM nə qədər olacaq? 8. BM 8-dir. AB-miz 17-dir. Onda AM-imiz nə qədər olur? 15. Pifagordan 15 çıxır. AM 15-dirsə, MC-miz də deməli 33-dürsə, cavabımız olacaq 15 vur 33 bölünsün 2. İndi bunu da hesablayıb tapa bilərsiniz. Yəqin ki, bunu da elə məxrəc kimi saxlayıbdır. Deməli olacaq 495 bölünsün 2. 495 bölünsün 2, bəli. Cavabımız da olacaq Y bəndi. İndi variantlar burada düşməyib, amma cavabımız Y bəndidir. On 16-cı sual, bu da standart sual tiplərindən biridir. Deməli, biz ifadəmizin ümumi həddinə baxırıq. Ümumi həddimiz nə şəklindədir? 1 üstə gəlinsin, 1 bölünsün. N kvadrat üstə gəlinsin, 1 bölünsün. N plus 1-in kvadratı şəklindədir. Bunu mən eyni məxrəcə gətirib toplasam nə alınacaq? Məxrəcdə alınacaq N kvadrat plus N plus 1-in kvadratı, sürətdə alınacaq N kvadrat üstə gəlinsin. N plus 1-in kvadratı plus N kvadrat vurulsun N plus 1-in kvadratı. Deməli, bu da olacaq. Deməli, sürəti açsaq, gəlin bunu qıraqda yazaq. Sürətə baxsaq, sürətimiz olacaq n kvadrat plus n kvadrat plus 2n plus 1 üstə gəlilsin
n üstü 4 plus 2n kub üstə gəlinsin n kvadrat bölünsün məxrəc ilə n vurulsun n plus 1-in kvadratıdır. Düzdür? Və bu ifadəyə baxsaq, əslində bu ifadədə sürətdəki ifadə n kvadrat plus n plus 1-in kvadratının açılışıdır. Yəni bunu görmək çətin deyil və dediyim kimi məşhur bir ifadədir. Deməli, bu ifadədə onda olacaq n kvadrat plus n plus 1 bölünsün n kvadrat plus n. Tək-tək bölsək 1 üstə gəlinsin 1 bölünsün n kvadrat plus n alınır. Hansı ki uşaqlar, mən də bunu necə yaza bilərəm? 1 üstə gəlinsin 1 bölünsün n plus 1 bölünsün n 1 bölünsün n çıxılsın 1 bölünsün n plus 1 şəklində yaza bilərəm. Belə. Deməli uşaqlar, baxın. Bu ifadəmiz sonda gəlib nəyə bərabər oldu? Buna bərabər oldu. İndi isə gətirib ifadələrdə yerinə qoyuram. Yəni, məsələn, bu versiyada n-imiz nəyə bərabərdir? N-imiz 1-dir. Baxın, n-imiz 1-dir. Deməli, onda bu ifadənin əvəzinə gətirib nə yazacağım? 1 üstə gəlsin 1 böl 1 çıxılsın 1 böl 2. Sonra burada n-imiz 2-dir. 1 üstə gəlinsin 1 böl 2 çıxılsın 1 böl 3. Ta ki bu şəkildə davam eləsək, burada n-imiz 2026-dır. Yəni 1 üstə gəlinsin deməli 1 üstə gəlinsin 1 bölünsün 2026 çıxılsın 1 bölünsün 2027. Və uşaqlar, baxsaq görərik ki, bu ifadələr hamısı bir-biri ilə islah gedəcək. Deməli, hər biri islah gedir. Bizdə deməli qalır 2026 dənə 1 və buradakı 1 və 1 də çıxılsın 1 bölünsün 2027. Düzdürmü? Onda 2026 dənə 1 2026 verər, buradakı 1 2027 verər və çıxılsın 1 bölünsün 2027 bizə D cavabını vermiş olacaq. 17-ci suala baxırıq. 17-ci sualda ədədi ortayında sortaya aid bir sualdır. Deməli, ədədi ortayında sortaya teoremi haqqında qısa məlumat vermək istəyərdim. Bu teorem nədən ibarətdir? Deyilir ki, x1, x2, xn müsbət real ədədləri üçün bu ədədlərin müsbət real ədədləri üçün bu ədədlərin ədədi ortası bunların həndəsi ortasından həmişə böyük bərabərdir. Xn. Deyirsə, uşaqlar, siz bu ifadəni araşdırsaz, yəni x, y, z-in də x, y, z hasindən də istifadə etməyi nəzərə alsaz, görə bilərsiniz ki, əslində biz bu ifadəni x kvadrat üstə gəlinsin 2xy üstə gəlsin 2xy üstə gəlsin 4y kvadrat üstə gəlsin z kvadrat üstə gəlsin z kvadrat şəklində yazsaq və bu şəkildə yazdıqdan sonra ədəd ortayında sortanı tətbiq eləsək və qeyd edeyim ki, uşaqlar, bu ifadənin hər iki tərəfini n-ə vuranda elə bir ki, yəni məxrəcdən n-i silib birbaşa hər iki tərəfi n-ə vura bilərsiniz. Hansı ki, biz də burada onu tətbiq edəcəyik və beləliklə bu ifadə böyük bərabər olacaq. N vurulsun, yəni 6 vurulsun. 6-cı dərəcədən kök altda 16 vurulsun. X üstü 4, y üstü 4, z üstü 4. Yəni bu da x, y, z-in 4 olduğunu nəzərə alsaq 24-ə bərabərdir. 24-ə bərabərdir və bərabərlik halında asanlıqla tapa bilərsiniz. Bərabərlik halı nə vaxt olacaq? Bütün ifadələr bir-birinə bərabər olacaq. Yəni x kvadrat bərabərdir 2xy, düzdürmü? Və bu da bərabərdir z kvadrat. Buradan alırıq ki, x bərabərdir 2y, bu da bərabərdir z.
Və buradan da hasillərinin 4 olduğunu nəzərə alıb x, y, z-i tapa bilərsiniz. Deməli, bizim cavabımız oldu 17-ci sualda C-dir. 18-ci sual, bu da sadə bir sualdır. Baxın uşaqlar, bərabərliyimizin sağ tərəfində x-in əvəzinə 2 qoyduqda 0 edir. Deməli, sol tərəfdə də x-in əvəzinə 2 qoyduqda 0 eləməlidir. Buradan biz a-nı neçə taparıq? A-nı 1 taparıq. Deməli, a-mız 1 imiş deyə, bu bizim ifadəmiz bu şəkildədir. X çıxılsın, bu çıxılsın, x-dir. Aha, vurulsun px. İndi isə uşaqlar, x çıxılsın 2 bu tənliyin köküdür deyə, mən x çıxılsın 2-ni almağa çalışacağım. Ona görə bu ifadəni yazıram. X kub çıxılsın 8, üstə gəlsin x çıxılsın 2. Düzdürmü? Bunu da hasil yazsam, nə olacaq? X çıxılsın 2, 2 kubun fərqi kimi hasil yazıram. X kvadrat plus 2x üstə gəlsin 4. Düzdür. Üstə gəlsin x çıxılsın 2. Bu da olacaq. X çıxılsın 2 vurulsun x kvadrat üstə gəlsin 2x üstə gəlsin 5. Bu bərabər olmalıdır nəyə? X çıxılsın 2 vurulsun px-ə. Hansı ki buradan da px-ı biz nə əldə edirik? Px-ı x kvadrat üstə gəlsin 2x üstə gəlsin 5 əldə etmiş olarıq. Və x-in də əvəzinə 3 qoysaq, deməli x-in də əvəzinə daha doğrusu 2 qoysaq, bizim ifadəmiz 13-ə bərabər olacaq. On 19-cu sual. Deməli, hər komanda digəri ilə yalnız bir dəfə qarşılaşacaq. Və 18 komanda var uşaqlar. 18 komanda bir-biri ilə oynayır. Toplamda neçə oyun olmuş olacaq? Bizdə kombinezon 18-dən 2 müxtəlif oyun olacaq. Yəni 18 vur 17 böl 2, bu da 9 vur olsun 17, 153 oyunumuz var. 153 oyundan bəziləri heç-heçə ilə bitirib. Bəzilərində isə bir komanda qalib gəlib. İndi isə uşaqlar, bizə burada maraqlı olan nə olacaq? Bir oyundan nə qədər xal əldə olunur? Baxın, gəlin oyunları 2 yerə bölək. Biz A oyunu nəyə deyirik? Əgər bir qalib, bir məğlub varsa, belə oyunlara A oyunu deyək. B oyunu nəyə deyirik? Heç-heçə olub. Yəni, qalib yoxdur. Heç-heçə. Düzdürmü? Əgər A oyunu, A hadisəsi baş veribsə, onda bir qalib, bir məğlub var deyə, birinə 3 xal gələcək, birinə 0 xal gələcək. Yəni, A oyunundan 3 xal əldə olunmuş olacaq. Yəni, komandaların ümumi xalına 3 xal əlavə olunmuş olacaq. Əgər heç-heçə baş veribsə, yəni B hadisəsi baş veribsə, onda 2 dənə heç-heçə olur və hər birinə 1 xal gəlir və toplamda həmin oyundan 2 xal əldə olunmuş olur. İndi, təbii ki, oyunlar 2 müxtəlif cür ola bilər, A və B. Və toplam oyunlarımızın sayı 153-dür deyə, A oyunlarının sayı üstə gəlsin, B oyunlarının sayı 153 olacaq və A oyunlarından 3 xal əldə olunur deyə 3 vur olsun, A üstə gəlinsin, 2 vur olsun, B-də komandaların toplamda topladığı xal olacaq. Hansı ki, bu da 430-a bərabərdir. Buradan da bu ifadəni 2-yə vurub tərəf-tərəfə çıxsaq, A bərabər olacaq, deməli 124-ə. A-mız 124-dür, B-miz isə deməli 29-dur. Düzdür.
B-miz 29-dur, A-mız da 124-dür. İndi isə bizə deyib ki, əgər deməli qalibə 3 xal, heç-heçiyə, hər komandaya 2 xal və məğlubiyyətə 1 xal verilsə, onda nə olar? Onda uşaqlar 124 dənə A oyunu baş veribsə, A oyunundan baxın 3 dənə qalibə veriləcək, 1 dənə məğluba veriləcək. Toplamda neçə oyun götürülmüş olacaq? 4 oyun. Onda nə olacaq? 124 vurulsun 4. Düzdür? Üstə gəlinsin. Həmçinin uşaqlar heç-heçiyə də 2 xal verirsə, yəni B hadisəsində əslində hər iki komandaya 2 xal gəlirdi. Yəni toplamda 4 xal əldə olunmuş olacaq. Yəni 29 vurulsun 4. Qısacası 153 vurulsun 4 olacaq cavabımız. Bu da deməli 612-yə bərabərdir. 612-dən də əvvəlki xalı çıxsaq, 430-u çıxsaq, aradakı fərq 182-yə bərabər olacaq. Yəni cavabımız B bəndi. Sonuncu sualımız 20-ci sual. Deməli, bizə deyilib ki, 11-ci addımdakı ulduz sayı 10-cu addımdakı ulduz sayının fərqi A olsun. Gəlin birinci qanun uyğunluğa baxaq. Birinci addımda neçə dənə ulduzumuz var? 1 dənə. İkinci addımda nə qədər ulduzumuz var? Baxın, 1 dənə ortadadır və bir ulduzun 5 dənə təpəsi var. Hər təpədə bir ulduz var deyə 1 üstə gəlsin, 5 vurulsun 1. İndi isə buna baxırıq. Deməli, bizim 1 dənə ortada ulduzumuz var yenə. Sonra qıraqlarda 5 vur 1 dənə 5 dənə ulduzumuz var və hər bir ulduzun da yenə də təpələrində 5 dənə ulduz var deyə 5 vur 1 vur 5 dənə də yenidən ulduzumuz olacaq. Yəni qanun uyğunluğa baxsaq, birinci addımda 1 dənə ulduzumuz, ikinci addımda 1 üstə gəlsin 5 üstü 1 dənə ulduzumuz, üçüncü addımda 1 üstə gəlinsin 5 üstə gəlinsin 5-in kvadratı qədər ulduzumuz və beləliklə 10-cu addımda 1 üstə gəlinsin 5 üstə gəlinsin 5 üstü 9 ulduz, 11-ci addımda 1 üstə gəlsin 5 üstə gəlsin deməli 5 üstü 10 ulduz olacaq. 11-ci addımdakı ulduzların sayı 10-cu addımdakı ulduzların sayından nə qədər çoxdur? 5 üstü 10 qədər. Deməli, bizim A-mız 5 üstü 10 imiş. Deməli, A-nın 5 üstü 10 olduğunu bildik. A-mız 5 üstü 10-dur. İndi isə bunun yanındakı ifadəyə baxaq. Yanındakı ifadəni də mən 2 üstü deməli 6 yazsam, bunun üstü 4 mənə verəcək. Deməli 2 üstü 24 kökün altından da nə çıxacaq? 2 üstü 12. 2 üstü 12. Deməli, bizim bu ifadəmiz sonda nəyə bərabər oldu? Sonda bərabər oldu. 5 üstü 10 vurulsun 2 üstü 12. Bunu da mən 4 vurulsun 10 üstü 10 şəklində yaza bilərəm. Hansı ki, bu da 4, 0, 0, 0 şəklində gedir. Sıfırlarımızın sayı nə qədər olacaq? 10 dənə. Bir dənə də 4-ümüz var. Toplamda 11 rəqəmli bir ədədimiz olacaq. Deməli, cavabımız C bəndi. Ümid edirəm ki, video faydalı oldu. İzlədiyiniz üçün təşəkkürlər.